Bakı Dövlət Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Karyera Festivalının açılış mərasimi keçirildi. Festival ölkəmizin 100-dən çox nüfuzlu işə götürəni, Bakı Dövlət Universitetinin tələbə və məzunlarına 1200-dən artıq vakansiya, 500-ədək təqaüd proqramı təqdim edir. Açıq qapı formatında təşkil edilən festivalda digər universitetlərin tələbə və məzunları, həmçinin işsiz və iş axtaran vətəndaşlar da iştirak edirlər. Festivalda iştirak edən 100-dən çox aparıcı dövlət qurumu, özəl şirkət və müəssisələr öz fəaliyyəti istiqamətləri, mövcud vakansiyaları, təqaüd və təcrübə proqramları haqqında ətraflı məlumat təqdim edirlər. Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin sözlərinə görə artıq neçə ildir keçirilən Karyera Festivalının məqsədi tələbə və məzunların əmək bazarını uğurlu inteqrasiyasını təmin etməkdir. Bu ilki Karyera Festivalı həm sərgidən, eyni zamanda yeni bir formatda təşkil etdiyimiz digər tədbirlərin təşkilindən ibarətdir. Bunların sırasında workshopların təşkili, təlimlər, seminarlar, müzakirələr, yəni 6 fərqli məkanda müxtəlif mövzular ətrafında bir sıra dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə bu müzakirələr keçiriləcəkdir. Bu müzakirələr bizim məzunlara öz suallarını verib cavablar almağa bilavasitə yardımcı olacaqdır. Festival çərçivəsində iştirakçılar işə götürənlərlə tanış olmaq, vakansiyalara müraciət etmək, müsahibə simulyasiyalarında iştirak etmək imkanına sahib olacaqlar. İnsan resursları üzrə işə qəbula baxıram. Tələbələrə üstünlük təşkil edir. Daha çox onlara hospitality, yəni qonaqpərvərlik, daha sonra təcrübə proqramları maraqlı olur. Yəni tələbələr müraciət edirlər və çox həvəslidirlər, işləməyə daha çox meyillidirlər. Biz də onlara dəstək olmağa hazırlaşırıq. Bizdə olan vakansiyalar barədə gənclərimizə məlumat veririk. Biz anlayırıq ki, bu gənclərin peşə təcrübəsi yoxdur, əmək təcrübələri hələ başlamayıbdır və onlar karyerada ilk addımlarını atırlar. Bu ilə bağlı bizim təcrübə proqramlarımız var, həm də öz CV-lərini bizim holdingin mail ünvanına göndərə bilərlər və bilik və bacarıqlarına uyğun olaraq onları biz müsahibə mərhələlərinə dəvət edəcəyik. Ümidvarıq ki, festival bizim holdingin də gələcək fəaliyyətinin daha uğurlu inkişafına töhfə verə biləcək, gənclərimizin seçimində böyük rol oynayacaq. Tədbir çərçivəsində həmçinin diqqətə çatdırıldı ki, əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması Bakı Dövlət Universitetinin strateji hədəflərindəndir. Son illər Bakı Dövlət Universitetində təhsilin bakalavriatura və magistratura səviyyələrində əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılıb.